Yəni kişi güclü ilə, qüdrətli ilə, sağlam ilə onun spermasıdır. Və təbii ki, onun ən yuxarı hormonu testosterondur. Qadınlardasa estrogendir. Və mütləq mənada kişinin kişiliyini müəyyən edən, onun ömrünü uzadan, onun o testosteron hormonu. Testosteron hormonu qurtaranda artıq o biri məsələlər də yekunlaşır. Onun üçün nə etmək lazımdır? Düzgün qidalanmaq lazımdır. Və təbii ki, hormonlar ayrı olduğu kimi qadınlarda və kişilərdə, dedim qadınlarda estrogen, kişilərdə testosteron. Bu baxımdan da onların qidalanmasında da müəyyən hallarda müəyyən fərqlər olmalıdır. Ki, hansı qidalar ki, onlar testosteronu artırır, kişinin dedim potensiyasını artırır, cinsi gücünü artırır. Hansı qidalar var ki, onlar qadınlarda estrogen hormonunu artırır. Və təbii ki, orada bəzi hallarda qadınlarda prolaktin hormonunun artıqlığı da problem yarada bilir. Yəni, onu artıq müayinədən sonra, analizlərin cavabına baxandan sonra hansı metodu, həkimin həkimliyi, elə oradadır ki, ustalığı oradadır ki, o düzgün məsləhət verə bilir, düzgün istiqamətləndirə bilir.